Herkese salam. Bugün Türk mətbəxinin ən sevilən küçə yeməklərindən biri olan tavuk pilav hazırlanmasını təqdim edirəm. Qazana yarım kilo toyuq əti, isteyə görə dəfnə yarpağı, qara dənəli istiot, 1 ədəd soğan və 1 litr isti su əlavə edirik. Yaranan kəfi yığırıq. Qaynamağa başladıqda 1 çay qaşığı duz əlavə edib ocağın sürətini azaldırıq. Qazanın qapağı bağlı, ət bişənədək vamodda qaynadırıq. Bişən əti didirik. Suyunu süzürük. 2 stəkan düyünü nişastası axanadək yuyuruq. Digər tərəfdə qazana 2 yemək qaşığı kərə yağı, 2 yemək qaşığı duru yağ əlavə edirik. Duru yağı həm kərə yağının yanmaması, həm də düyünün dən-dən olub yapışmaması üçün istifadə edirik. Yuyulmuş düyünü 1-2 dəqiqə qovururuq. Əvvəlcədən bişirilmiş 1 stəkan noxud, isteyə görə 2 stəkan toyuq suyu, yarım stəkan isti su və 1 çay qaşığı duz əlavə edirik. İstəsəniz siz bulyon əvəzinə 2 stəkan yarım adi isti su əlavə edə bilərsiniz. Əvvəlcə qazanın qapağı açıq, düyünün üzəri göz-göz olanadək bişiririk. Ardından üzərini örtüb vamodda qapağı bağlı, düyü bişib, suyu tamam çəkilənədək bişiririk. Toyuq ətini ləzzətləndirmək üçün tavaya biraz yağ əlavə edib zövqə görə pul biber, istiot, sarı kök, şirin toz, qırmızı biber və didilmiş əti əlavə etdim. Siz bunu etməyə də bilərsiniz. Tavuk pilav turşusuz olmaz deyərək turşu ilə servis etdim. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun. Əgər videonu bəyəndinizsə, like edib, rəy bildirib, yaxınlarınızla bölüşməyi unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.